Abbasovdan ötürmə, Karvanın qapısı önünə, zərbə və gol! 1-0 Yevlax şəhər stadionunda Şamaxı komandası hesabı açır. Oruç Məmmədov. Bəli, Oruç Məmmədov. Ayağıyla topa dokunuş edir. Rüfət Abbasovun məhsullar ötürməsi, Orucun dəqiq zərbəsi. Gol var, gol səsi gəlir. Yevlaxdan 1-0. Şamaxı qonaqlar öndədirlər. Və Kərim Roşsi buradadır. Kərim Roşsi. Topu qapıya yollaya bilmədi Həmid Amir. Balon və burada Kərim Roşsi. 2-0. Şamaxı Yevlaxda ikinci ev sahibləri meydanın mərkəzinə doğru dəvət edir. Qolun müəllifi Kərim Roşsi. Burada mani oldular. Ötürmə dəqiq bala qaytarı topu və Kərim Roşsi üstündəki qolları sayılır. Çatdırır. Hazırki vəziyyətdə bombardçısı Makalov 7 golundan sonra Jones Mikesyer 6 gol və Tural Bayramov, Romanikov və Kərim Roşsi. Bu 3 golunda 5 golu var. Bombardçılar siyasındadır Kərim Roşsi'də. Meksik'den düşürdə. Dolara. İstənmək olur. Balaov'un zərbəsi və Diogo Balaov. Wow! Öldürücü zərbə. Qapıya uz saldı. Yandırdı qapını. 3-0. Diogo Balaov. Gördü burada indirdi. 3-cü və Karvanı meydanı mərkəzinə dəvət edirlər. Baxaq. Bu da Balaov'un öldürücü zərbəsi. Mermi açıldı ayağından Diogo Balaov'un. Şamil İbrahimov pas edə bilmədi komandasına. O ayağını incə ələ oturdu Balaov'un. Artıq Karvan alışverişləri